Azərbaycanın Qax rayonunda İçəribazar küçəsində yaşayıram. Orucova Gülşöhlə Həmid qızıyam. Belə özümün el bacarığı var. Toxuyanam, xoşluyam. Amma bunlar mənim anamın el işləridir. Axır vaxtları toxuyan, rəhmətə gedibdir. Bu çox gözəl naxışlar bilirdi. Mən də bəzilərini öyrənmişəm, davam edirəm. Anamın toxuduğu bu deyirdi, xıca tökürəm deyə davana. Belə bir naxışdır, çox möhkəm olur corab. Bu çox qoyubdur. Bax elə bir ki, qabaqdan da dala da qoyub. Dala da. Belə başqa gözəl hansısa naxışın adı bilirsən? adların gərək belə alması olanı bilsəydim, mən çox anamdan öyrənərdim. Adlarını sözün düzü bu sapın özü eriyən sapdır, yoxsa yun sapdır? Yun, özü əyri idi. Belə taraqla tar idi, əyri idi. Belə rəngə. Bax belə eləyir. Anamın anası da ilk boyatan olubdu. Nəcabət nənə deyək. Harda yaşayırdı? Sarıbaşda yaşayırdı. Sonra biz Calayerə köçdük Sarıbaşdan. Calayerdə də davam eləyirdi anam. Çox gözəl el işləri var. Çox gözəl bacarığı var idi anamın. Mən illər öncə eşitdim Tereza xanım haqqında. Tereza xanımı il yarıma çox sevə-sevə axtardım, tapdım, sevindim. Özümün işin nəticəsidir. Toxuduğum corablar Tereza xanımın. Öz toxuduğun corabını göstər. İndi ananın heç çata bilmədin, eybi yox da. İndi öz bacardın. Bunlar da mənim el işlərimdir, toxuduğum corablardır. Tereza xanımın sayəsində. Sağ olsun Tereza xanımı. Azərbaycanın milli sənətinə çox önəm veribdi. Bunu hər adam eləməz, bacarmaz. Kişi qeyrətli qadındır. Çox sevirəm Tereza xanımı. Çox təşəkkür xanım. Sağ ol.